Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün mən Masazır qəsəbəsində mərkəzə çox yaxın bir ərazidə yerləşən, şop marketə yaxın belə bir gözəl bir evimizdən mən sanırım. Evimiz yaşayışlı evdir, arasına həyat maşını daxil olur. Mərtəbə arası manat betonu birinci mərtəbə istipolla təchiz olunub. Bu gördüyünüz mətbəx mebeli hamısı qəşəng səviyyəli yığılıb. Evimiz çox sərqəli saxlanılır, onu xatırladım. Mətbəx gördüyünüz kimi mətbəx mebeli yığıldan sonra stol da qoyub rahatlığa edə bilərsiniz. Və xatırladım, evimiz qismən əşyasıdır. Məsələn, bu kreslo divanda qalacaq, müəyyən şeylər qalacaq, hörmətli kanal izləyicilərimiz. Evimiz ümumiyyətlə 2 mərtəbədən ibarətdir. 4 otaqdan, sağda evimizin mətbəxi, solda qonaq otağı, ikinci mərtəbəyə qalxan pilləkənimiz və solda sanitar qoşu, hər mərtəbəsində də sanitar qoşular mövcuddur. Buraya isə ümumi giriş qapısıdır. Buraya isə evimizin belə bir gözəl bir qonaq otağıdır. Hər mərtəbədə kondisioner var. Aracın istəyənə görə saxlana da bilər, götürülə də bilər. Bax, buradan da görsədim bir daha mən sizə. Belə bir gözəl bir evimizin qonaq otağıdır. Pilləkənlər də çox rahat pilləkəndir. Eni, hündürlüyü çox gözəldir. Sanitar qoşularımız yeri istipolla təchiz olunub, yuxarı saçma tavanla təchiz olunub. Hörmətli kanal izləyicilərimiz, mən sizə ikinci mərtəbəsi ilə tanış edeyim. İkinci mərtəbəmizin foyesi yetərincə genişdir və ondan sonra burada 1, 2, 3 dənə də burada yataq otaqlar mövcuddur. Balkondan çıxışıdır. Burada belə bir gözəl bir yataq otağı da burada. Bu gördüyünüz bu stollar qalacaq, hörmətli kanal izləyicilərimiz. Üstünlərində kimi deyim ki, qalacaq. Burada bir yataq otağıdır. Bu yataq otağı götürüləcək. Qiymət isə 123 min manata satışa çıxıb, sözsüz ki, real alıcıların yeniləndirmə olacaq. Marşrut xəttinin məsafəsi demək olar ki, 50-60 metr məsafədə yerləşir. Bu gördüyünüz isə yataq dəstəyi qalacaq, hörmətli kanal izləyicilərimiz. Pəncərənin də qarşısını kəsən bir maneə yoxdur. Birbaşa hamısı öz həyətinə baxır. Otaqlar da yetərincə genişdir, düzdür, mebellər çoxdur burada. Balkondan çıxışdır. Balkon da yetərincə genişdir, yəni stol qabrasından nahar edə bilərsiniz. Ümumi həyət yan sahəsidir. Yəni burada bir maşın bura gəlir, düzdür, su sənə qalxacaq. Burada sağ texnikanın əlavə olub bir dənə maşın bura daxil olur. Bir də xatan yol asfaltdır. Evimizin bax belə bir gözəl bir fasad görünüşü var. Bir də xatan qismən əşya satılır. 123 manata sözsüz ki, real alıcıların yeniləndirmə olacaq. Kanal izləyicilərimiz ətraflı məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxmış evlərlə birinci növbədə siz tanış ola biləsiniz.